Amma mavi rənglədin. İndi digərini çəhrayı rəngdə. Bax, bunu rəngləyirsən. Niyə görəcək? Dördüncü deyil. Aha. Baxın. Aha. İndi sonuncunu da o rəng eləmək istəyirəm. Burada koymuşam axı. Yox. Burada işarə. Birinci, bax ikinci hansıdır soldan? Budur. Dördüncü budur. Axırıncı da neçənci olacaq? Altıncı. Elə ki, çərçivədən kənara çıxma. Biraz kənara çıxdın. Kənara çıxdığın tələsmə. Pozanla təmizləyir ki, yalnız içini rəngləyir də, düzdür. Başqa nə verim? Demək uşaqlar, burada deyirdi ki, cərgədə dördüncü duran çərçivəyə alın. Birinci uşaq budur, ikinci budur, üçüncü budur, dördüncü budur. Burada deyirdi ki, sol tərəf buradır da uşaqlar, sol tərəf. Soldan ikincini, üçüncü budsa dördüncünü, bir də altıncı, beşinci bir də altıncını, ikinci, dördüncü və altıncını rəngləyin. Demirlər rənglə, özünüz hansı rəng istəyirsiniz eləyə bilərsiniz. Deyir, sıra nömrəsinə uyğun xananı rənglə. Buradan deyir, 1, 2, 3. 3'ə uyğun xananı rəngləyirsən, nümunə. Bax, buradan başlayır. 1, 2, 3. Çünki buradan başlaya bilməz. Axı, buradan başlasa 1, 2, 3, 4, 5, 6, 7, 8-ci olar. Aşağıdan başlayır. 1, 2, 3. Bir də 6-cı hansı olacaq? Buradan başlayaq, bax. 1, 2, 3, 4, 5, 6. Gəl bunu rəngləyək. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı. Çünki buradan gedəndə altıncı bura düşür. Düzdür? Belə niyə çəksin? Belə çək. Dən gözlə, balam, gözlə. Belə çək. Onun için Buradan rəhlə. belə. Yox, hamısını olmaz. Ancaq bu. Hə, bəs nə ya? Görsən deyir 6-cı. Saydım 1, 2, 3, 4, 5, 6. Ancaq bunu. 6-cı hara düşür onu? Hə. İndi burada 8-ci. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 bura düşür. Demək ancaq bunu rəhləməliyik. Düzdürmü? Abajınla mən rəngləyərəm. Hə, rəngləyərsən. Yəni izahatını ver. İndi 9-cu say görüm alsan düşür. Say görüm bir say. Bir dəqiqə. Əlvi çək görsənsin. 1, 2, 3, 4, 5, 6, 7, 8. Afərin. İndi bunu rənglə. İçin rənglə kənara çıxma. Kənara çıxdığımız yerləri də səliqə ilə, pozanla pozuruq. Yaxşı. Öskürə imkan vermir ki, bir normal şəkildə dərsimizi keçək. İndi burada nə deyir? Deyir, alıcıların sıradakı nömrələrinə uyğun ədədi yazın. Alıcılar neçənci sırada durub? Bu kişi neçənci sıradadır? Birinci. Buraya yazacaqsan belə bax. Bunu gəlin uşaqlar. Nömrələrinə uyğun ədədi yazın. Bu kişi neçəncidir? Birinci. Bura 1 qoyuruq. Yanından C, birinci. Neçəncidir? İkinci. 2 yazırıq. Yanına yazırıq C, ikinci. Üçüncüdür. 3 yazırıq. Üçüncü. Ədədi yazın yalnız deyir. Cücünü yazmayın. Prosto mən belə dedim ki, dərsimiz nədir? Sıra sayıdır. Ona görə cücünü yazıram. Siz sadəcə olaraq belə də yaza bilərsiniz. 1, 2, 3, 4, 4. Sadəcə olaraq 4 də yaza bilərsiniz. Mən 4 yazmışam orada. Sadəcə olaraq 5 yaza bilərsiniz. Sadəcə olaraq 6 yaza bilərsiniz. Nə oralar qoyacaq? Bu cücünü də yaza bilərsən. Birinci, ikinci, üçüncü, dördüncü məsələn. Cünü özüm yazıram ki, lap aydın olsun. Amma indi uşağa yalnız yaza bilmirsə bunu, rəqəmi yaza bilər. 5-ci. Hamısına cücü artırma olmaz. 6-cı.
ikinci demirik ki, ikinci deyirik. Üçüncü demirik ki, üçüncü deyirik. Nə deyirik, onu da yazırıq. İndi deyir kirpinin yolunda olan 3-cü, 5-ci və 7-ci göbələyi rənglə. Uşaqlar, kirpinin yolunda olan 3-cü göbələk hansıdır? 1-ci, 2-ci, 3-cü göbələk budur. Sonra 4-cü, 5-ci göbələk budur. Bir də ki, deyir 7-ci, 6, 7. Demək, biz saya-saya nöqtəni qoyuruq ki, yadımızdan çıxmasın. 3-cü göbələk, 1-ci, 2-ci, 3-cü göbələk. Başına nöqtə qoyuruq ki, bunu rəngləyəcəyik. 5-ci, 4, 5. 5 gəlir burada durur, 5-cini. Bir də 7-ci, 6, 7. 7-ci göbələyini rəngli. Uşaqlar, göbələyin. Hansı rəngdə rəngləmək olar? Hansı rəngdə rəngləyirlər göbələyi? Bilirsən sən onu? Göbələk nə rəngdə olur? Məsələn, bunun burası, məsələn, bu rəngdə elə, hansını deyirdi? Üçüncünü. Bu rəngdə rəngləmək olur. Kariçini rəngdə, kariçini şabalıdır rəng. Qəhvəyi rəng. Düzdür. Bunu belə eləsək, bunu da belə eləsək. Bunu da belə eləsək. Tutaq ki. İndi göbələk nə rəngdə olur? Bej rəngidir, ağ rənginə belə qarşısaq, üçüncü. Belə ağ rəng eləsək, ağ. İndi deyəcəm sizə necə elə. Elə ağ saxlamaq da olar. Eləcə ağ saxlayırsan, ağ olur. Ağ eləyirsən, ağ eləyirsən. İndi ağ elədikcə də üzərinə tam göbələyə oxşasın deyə. İndi mən karandaşları. Bu deyəsən mavi rəngdir. Qara karandaşımızı deyən görək hara qoymuşam. Hə, elə bununla da eləmək olar. Üzərinə bir dəqiqə. Mən qara karandaşam. Üzərinə bir dənə belə şeylər atırıq. Hə, bu mavi. Mavidir. Elə bilim çəhraydı. Belə bilirsən ki, yəni göbələyə oxşasın. Bir dənə elə belə nöqtələr atırsan. Ki, yəni budur. Bizə nə lazımdır? Əsas saydı. 1, 2, 3, 3-cü lazım idi bizə. Hardan bildik? Çünki burada deyil 3-cünü, 5-cini, 7-cini. Hamısını rəngləmək olmaz. 3-cünü sayırıq. 1, 2, 3-cü bura düşür. 4 buradırsa 5-ci bura düşəcək. 6, 7-ci də bura düşəcək.